Salamlar, vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə testlərimiz ESV və Rev Riyazi Məntiq LGS3 Riyazi Məntiqdən paylaşacağıq. 15 sual. Birazdan inşallah belə deyim LGS4 Riyaziyyat paylaşacağıq. Çünki dünən video paylaşa bilmədik. Problem oldu telefonumuzda YouTube-la bağlı. İnşallah bu videonu paylaşırıq və belə deyim yarım saat və yaxud 1 saat sonra LGS4 Riyaziyyat paylaşacağıq ardıca. Deməli birinci sualımız belədir ki, deyir ki, sətr və sütunlar üzrə xanalarda yazılan ədədlərin cəmi müvafiq olaraq cədvəlin kənarında verilmişdir və bizdən buranı istəyir, yəni bunların fərqini istəyir. Bunun üçün nə edirik? Deməli, biz bilirik ki, baxın, deyir ki, bu üçünün cəmi 110 eləyir. Həmən dəqiqə nə edirəm? Həmən dəqiqə 56-nın üzərinə 22 gəlirəm, eləyir 78, 110-dan çıxıram, bunu silim. Deməli, bu ikisinin cəmini tapıram. 56-nın üzərinə 22 gəlirəm, 78, 110-dan çıxıram 78-in, 110-dan çıxıram 78-in, deməli, eləyir 32. Deməli, buranı mən tapdım. Neçə oldu? Baxın, bu ədəd istəyir, bu fiquru daha düzü. 32 oldu. Çünki bunların üçünün cəmi deyir ki, 110 idi. 32 və burada yerinə qoyuram 32. Sonra buranı tapmalıyam. Baxın, buranı tapmalıyam. Bunu tapmaq üçün nə edirəm? 24-dən 14-ə çıxıram, ulduzu tapmaq üçün. 24-dən çıxıram 14-ün, tapıram 10. Və bu da oldu, ulduzumuz da oldu 10. 32-dən də 10-u çıxıram, neçə olur? 22. Doğru variantımız A variantı. Heç də burada axtarıb yerinə qoymuram. Çünki burada artıq tapdım. A variantı. İkinci sualımız belədir ki, deyir, saat 18:00-da saat və dəqiqə əqrəbləri arasında qalan bucaq neçə dərəcədir? Baxın, 18:00 nə deməkdir? Yəni 6 tamamdır. Baxın, saatı göstərirəm burada. 18:00. Baxın, 12, 6, 1, 2, 3, 4, 5, 7, 8, 9, 10 və 11. Biraz yaxşı düşmədi. Amma əsas odur. 2, deməli bu 3-dür. Suallarımız yaxşı görsənsiniz. Deməli, deyir saat 6 tamam. 6 tamam nə deməkdir? Yəni 6 tamam. Yəni 18:00 6 tamam. Düzdürmü? 18:00 6 tamam. Baxın, işarə eləyirəm. 6 tamam. İndi ki, dəqiqə və saat əqrəbləri arasında qalan bucağı istəyir. Bunların arasında baxan kimi biz görürük ki, bu hansı bucaqdır? Açıq bucaqdır. Yəni 180 dərəcə bərabər. Doğru variant deyil variant. Həmçinin bunu tapmaq üçün yolu vardı. Deməli deyirdi 360-ı bölürdü 1 saat 60 dəqiqə deyilirdi 6. 6-nı vurdum bunların arasında dəqiqəyə 1. Yəni 5, 10, 15, 20, 25, 30. 6-nı vurdum 30-a eləyir neçə? 180. Doğru variant deyil variantı. Üçüncü sualımız belədir ki, deməli, deyir ki, 13 vurulsun 3 bucaq bərabər 91. Burada mən 3 bucağı tapmaq üçün 91-i bölürəm 13-ə. 91-i bölürəm 13-ə. 3 bucağı tapıram. 91-i böldüm 13-ə. Deməli, neçə eləyir? 7. Deməli, 3 bucağım nəyə bərabər oldu? 3 bucağım bərabər oldu 7-yə. Və aparıb yerinə qoyuram. 3 bucağı 7-dir. 7-nin üzərinə neçə gəldi işte? 3 bucağı 7-dir. 7-nin üzərinə neçə gəldi işte? 7-dir. 7-nin üzərinə 0 gəldi işte. Kvadratda 0'dır. İndi bizə yazıb ki 10 vurulsun 3 bucaq. 3 bucaq neçə idi? 3 bucaq 7 idi. Onu vururam 7-yə 70 etməli idi. Yəqin ki burada kvadrat yazmaq istəyirmişlər. Kvadrat olsaydı əgər kvadrat 0 olduğu üçün onu 0'a vuracaqdım, 0 olacaqdı. A variantı. Amma burada 3 bucaq yazıblar deyənə doğru variant yoxdur. Yəni doğru variant 70 etməli idi. Onu vuracaqdıq 3 bucağa. Neçə yerdə 3 bucaq? 7 idi. Onu vuracağım 7, 70. Yəqin səhvli olubdu. Dördüncü sualımızda deyir ki, işarələrin yerinə baxın, simvolların yerinə elə yazmalıyıq ki, yəni hesab əməllərini elə yazmalıyıq ki, toplama, çıxma, vurma, bölməni elə yazmalıyıq ki, cavabımız 11 etməlidir. Bunun üçün nə edirəm? Bunun üçün baxın, burada ürəyin yerinə bölmə olacaq. Ürəkin yerinə neçə olacaq? Bölmə olacaq. Sonra, deməli, üçbucağın yerinə toplama olacaq.
toplama olacaq. Kvadratın da yerinə çıxma olacaq. Həqiqətən də yoxlaya bilərsiniz. 120-ni 10-a bölürəm. Düşür 12. 12-nin üzərinə 5 gəlirəm. 17. 17-dən 6-sını çıxıram. 11. Deməli, doğru variantım D variantı. 5-ci sualımızda, 5-ci sualımız deməli yaş məsələsidir. Deyir ki, iki qardaşın yaşlarının fərqi indi 3 yaş olarsa, 2 il sonra onların yaşlarının fərqi neçə olar? 2 il sonra da elə 3 yaş olacaq. Yadınızda qalsın, yaş fərqi dəyişmir. 10 ildə keçsə, nə bilim 50 ildə keçsə, yəni yaş fərqi heç zaman dəyişmir. Yəni elə 3 il olacaq yaşlarının fərqi 2 ildən sonra. Doğru variantımız B variantı. Növbəti sualımız belədir ki, deyir ki, anar verilmiş fiquru düzəltmək üçün 10 kubu bir-birinə yapışdırır. O alınmış fiqurun bütün üzlərini, həmsinin aşağı üzünü də rəngləyir. Kublardan neçəsinin 5 üzü rənglənmiş olar. Çox maraqlı sualdır. Buyurun, bunu sizlər rəy bölməsində yazarsınız. Növbəti sualımız, 7-ci sualımız belədir ki, deyir ki, bizə əməllər veribdir. Baxın, belə bir əməllər veribdir və deyir ki, üçbucağın yerinə nə olmalıydı burada? Üçbucağı istəyir bizdən. Üçbucağın yerinə bizdə nə olmalıydı? Üçbucağın yerinə bizdə 4 olacaq. Baxın, 4 qoyun yoxlaya bilərsiniz. D variantı. Bunlar asan sual deyənə, yəni bir o qədər də üzərində qalmıram. Növbəti sualımız 8-ci sualımız. Elnur Seymurdan 1 yaş, Asifdən isə 2 yaş kiçikdir. Asif Seymurdan neçə yaş böyükdür? Asif Seymurdan da 1 yaş böyükdür. Doğru variantımız A variantı. Yəni 1 yaş. 1 yaş. 8-də yəni nə? A variantı. 9-cu sualımızda deyir ki, Ceyhun üzərində eyni ədədlə yazılı olan corabları cütləyir. O neçə cüt corab əldə etdi? Baxın, eyni olan rəqəmləri cütləyir. Baxın, birlərdən başlayıram. Birləri cütləyirəm. Birlər burada var. Bir cüt, yəni ikisi bir cüt sayılır. Sonra qələmimizi dəyişib keçirəm 2-lərə. 2-ləri cütləyirəm. Baxın, 2 olanları cütləyirəm. 2-ləri cütlədim. Sonra keçirəm, 3-ləri cütləyirəm. 3-lər buradadır. 3 olanlar buradadır. Sonra keçirəm, 4 yoxdur. Keçirəm nəyə? Keçirəm 5-ləri cütləyirəm. Deməli, 5-ləri cütləyirəm. 5-lər olanlar deməli burada. Sonra keçirəm, 6-ları cütləyirəm. Yoxdur. 7-ləri cütləyirəm. Bəli, 6-lar yəni təkdir. 7-ləri cütləyirəm. 7-ləri cütlədim və 8 də təkdir. Deməli, neçə cüt oldu? İndi başlayıram bunu yazmağa. Neçə cüt oldu? Baxın, deməli, qırmızı 1 cüt, digəri sarılar 2, yaşıllar 3, qaralar 4, digərləri isə 5. Yəni, doğru variantım 9-da B variantı. 5 cüt. 10-cu sualımız. 10-cu sualımızda nə deyir? Deyir 0, 1, 2, 3 rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazıla bilən 3 rəqəmli 2 natural ədədin fərqi ən çox neçə ola bilər? Ən çox neçə ola bilər? Bunlardan yazılmaqla. Deməli, 321 bir dəfə istifadə etmək 3 rəqəmli ədəd yazıram və fərqi ən çoxu. Fərqi ən çox olmaq üçün ən böyükdən, deməli, ən böyük rəqəmlər başlayıram yazmağa. Böyükdən kiçiyə doğru. Digərləri isə, ən kiçik isə 123 və bunların fərqini çıxıram. 11-dən 3-ün çıxdıqda, baxın bu 3-dür. 11-dən 3-ün çıxdıqda 8, deməli 9, 1, 198. Doğru variantı A variantı. Növbəti sualımız, 11-ci sualımızda nə deyir? Famil tam olaraq 499 ay əvvəl dünyaya gəlib. İndi onun neçə yaşı tamam olub deyir. Deməli, bilirəm 1 il 12 aydır. 499-u bölürəm 12 aya. Düşür 41 və burada qalıq da qalır. Qalıq da. Deməli, familin 41 yaşı tamam olubdur. Doğru variantım A variantı. 12-ci sualım. Bir bidonda 40 litr süd var. Südün yarısını 5 litrlik qablara, qalanı isə 2 litrlik qablara doldurulur. Cəmi neçə qab lazım oldu? Deməli, 40 litrdə bunun yarısını, 40-ın yarısı neçə eləyir? 40-ın yarısı 20-dir. Deməli, 20-sin 5 litrliyi də, yəni 20-ni bölürəm 5-ə, oldu 4. Və deyir, qalanını, nə qədər qaldı? 20-si qaldı da.
Qalanını da ikili qablara. Yəni 20-si qaldı. 20-ni də bölürəm 2 elədi 10. Cəmi neçə qab lazım oldu? 10-un üzərinə də 4 gəlirəm. Eləyir 14. Doğru variant C variantı. C variantı. Növbəti sualımız. Rəqəmlərin müxtəlif olan iki rəqəmli iki natural ədədin cəmi 144 olarsa, bu ədədlərdən kiçik ən az neçə ola bilər? Deməli, kiçik ən az almaq üçün mən digərini ən böyük yazmalıyım. İki rəqəmli. İki rəqəmli istəyirəm. İki rəqəmli ən böyük ədəd hansıdır? 99. Amma 99-un rəqəmləri eyni olduğu üçün 99 götürmürəm. 98 götürürəm. Niyə? Çünki rəqəmləri müxtəlifdir. Ona görə də 144-dən çıxıram 98. Niyə 99 götürmədim? Çünki rəqəmləri eynidir. Mən rəqəmləri eyni olmayan götürəcəkdim. Deməli, bu deyilir 14-dən 8-in çıxdıqda 6. 6 burada oldu neçə? 3 46. 46 bəli. C variantı. 13-cü sualımız C variantı. 14-cü sualımız. 14-cü sualımızda belədir ki, deyir şəkildə tərəzi və onun üzərində çəkiləri 10, 20, 30, 40 olaraq 4 cisim verilmişdir. Çəkisi 30 kiloqram cisim hansıdır? Baxın, 10, 20, 30, 40. Yəni, bunlar A məsəl üçün 10-dur. Belə deyir də. A 10-dur. B məsəl üçün 40 ola bilər. C 20, D 30. Bunu biz tapmalıyıq. Bunun üçün biz nə edirik? Deməli, B-ni mən 20 götürürəm. Baxın, B-ni götürdüm 20. B bərabər 20. 20. C-ni 30 götürdüm. C bərabər 30. 30. Sonra, indi yerinə qoyacaq, yoxlayacaq. D 10. D 10. A neçə olar? A-dakı 20. A da bərabərdir 20. İndi yerinə qoyub yoxlaya bilərik. A, deməli, A-nı götürdüm burada. Baxın, bu tərəziyə baxıram. A-nı götürdüm neçə? 20. B-ni neçə götürdüm? 20. Bunun cəmiyyəti 40. 40 etdi. C neçə idi? C 30 idi. D neçədir? D-də 10. Bunun da cəmiyyəti 40. 40. Keçdim indi bura. Burada isə bərabərdir bir-birinə. Baxın. B neçə idi? 20. D neçə idi? 10. Bu etdi 30. Deməli, C neçə imiş? 30. Bizdən nə istəyirdi? Bizdən C-ni istəyirdi. Nə istəyir? Yox. Çəkisi 30 kiloqram olan cisim hansıdır? C variantı. 14-də. 15-ci sualda 15 üzr istəyirəm. 15-ci sualımız deyir Fatimə 3 ağ, 2 qara və 2 yaşıl kağız parçası var. O əvvəlcə qara olmayan hər bir kağız parçasını yarıdan kəsir. Qara olmayanı hər bir yarıdan kəsirsə, məsələn götürür 3-ü. 3-ü 2-yə vurdum, yarıdan kəsir. 3-ü 2-yə vurdum, 6. Sonra nə deyir? Qara olmayan bir kağız yarıdan kəsir. Sonra o ağ olmayan hər bir kağız parçasını yarıdan kəsir. Ağ olmayanı, yəni ya qara ya da yaşıldır, 2-dir. 2-ni də yarıdan kəsir. 2-ni də vurdum, 2 etdi 4. Yarıdan kəsir. Ən sonda o neçə kağız olacaq? Deməli, 6-nın üzərinə 4-ü gəlirəm. Edir 10. Bunlar kəsilmişlərindən bir yerdədir 10. Və bunların ümumi cəmini tapıram. Burada neçədəndir? Deməli, 3 ağ, 2 qara, 2 yaşıl. Cəmi nə qədər edir? 5, 7. 10 üzərinə də 7 gəlirəm. 17. Doğru variantım D variantı. Bugünlük izahatımız bu qədər. İnşallah birazdan yarım saat və yaxud 1 saatdan sonra dünənkinin əvəzini, çünki dünən video paylaşa bilmədik, LGS 4 paylaşacağıq. Sağ olun, salamat qalın.